Bəh. Bu bilirsiniz nədir? Vitamin deposu, torpaq oyanıq hazırlanması yaxınlatın dostlar. Quyruq yağından istifadə edirik. Soğanı yaxşıca qovururuq. Baxın, soğanı bu formasını tutmaq lazımdır. Nə çiğ, nə yanmış. Ədviyyatları əlavə edək. Tuzumuzu əlavə edək. Yaxşıca qarışdıraq. Mən quzu ətindən istifadə edirəm. Siz bunu mal ətindən də edə bilərsiniz. Əti yaxşıca qovuraq. Əti çox qurutmuruq, çox yandırmırıq. Çirişi əlavə etməyə lazımdır. Qapağımızı örtək. Yeməyimiz bizdən inciməsin. Qoy həm dəmə düşsün, həm dadlar qarışsın, həm də keyfiyyəti daha da yüksək olsun. Biraz gözləyək. Yumurtanı əlavə edək. Bəli, yumurtanı əlavə edək. Gör nə alınıb, sən məzən buna bax. Buna bax. Bunun birinci özelliği Turan, qan artırıcıdır. Bax, bu yemək yumurta da ilıq, sulu halda və qırmızı ət, sözsüzlə çiriş. Bu qan artırıcı bir yeməkdir. Gəlin görək nə alınıb, ağzımın suyu axır. Səbirsizlənirəm ki, bu mükəmməl yeməyin dadına necə baxın. Oh. Bax, burada nə çatmır? Düz deyirsiniz, burada qatıq çatmır. Ümumiyyətlə, göyərti məhsullarından yemək bişirərkən mütləq qatıqdan istifadə etmək lazımdır. Faydanı 1'ə 100 artırır, həm də mədə bağırsaqda həzm sistemini, prosesini yeniyir, tezləşdirir. Faydası böyükdür. Biz buna qatıq vurmasaq, sözsüz ki, çiriş bizdən inciyər. Sarımsaq sevənlər qatıq və sarımsaqdan da istifadə edə bilərsiniz. Bax, bismillah. Siz bunu hazırlamasanız, dadını bilməyəcəksiniz. Sağlamlıqsın öz əlinizdədir. Sağlam olun dostlar.